aqil adamların sözüdür. Deyəcək, sən inkişaf eləməmək istəyirsənsə, bir yerdə qalmaq istəyirsənsə, eyni adamlarla dostluğunu həyatın boyu davam elətdir. Yox, sən inkişaf eləmək istəyirsənsə, gələcəyə görmək, gələcəyə getmək istəyirsənsə, mütləq həmişə istedadlı adamlarla, dünya görmüş adamlarla dostluğunu əlavələndir. Əlavə qoş o dostluğa ki, sən yenilikləri duya biləsən, görə biləsən. İndi sizin o sözünüzə uyğun olaraq deyirəm ki, tutaq ki, bir insan çox savadlıdır, gəncdir, dünya görüşü yoxdur. Yoxdur, əlbəttə. O sənə heç yerdən deyə bilməyəcək. Səncə mənə yağdan desən, sənə yağdan cavab verəcək. Baldan desən, Baldan desən, baldan, arıdan cavab verəcək. Nə bilim, dünyada nədən desən, çünki hamısını görmüsən. Atalar deyir ki, çox gəzən çox bilər. Hər gəzintin sənin bir institutdur. Çünki heç vaxt gedib görməsən, sən təsəvvür eləməzdin. Məsələn, mən inana bilməzdim ki, mən Kolumbiyada gedib görəcəm ki, qarışqanın popu nə boydadır. Və elə ona pop qarışqa deyirlər, həm də xərçəngin dərmanı. Hər bütün xəstələrin dərmanı məlhəmidir. Mən onu 100 dəfə içsəm də, onu mümkün deyildi, elə deyilmi? Getdim, gördüm, öyrəndim, gəldim insanlarımıza məlumat verdim ki, belə bir qarışqa var. Və yaxud da ki, mən Ukraynada görməsəydim ki, atlı qarışqanın yuvasının üstündə 30 dəqiqə oturmaqla saçdan dırnağa qədər bütün xəstələr yox olur. Qarışqa turşusunu məhv edir, sənə sağlamlıq verir. Ona inanmazdım mən. Eşitmişdim, inanmazdım, getdim, gördüm. Orada oturmaq vardı. Oturmaq. İndi mən bunu yazıb paylaşmışam, yazırlar altından. Doktor, qarışqa yeyər axır adam qalmaz. Nə bilim, indi öz səviyyəsinə uyğun. Doktor, indi sən onu elədinmi? Nə bilim, ağzına gələni, gözünə görkəni yazır. Başa düşmür ki, evin keçsin səni. Onun nəfəsinin şeyləri. Yox, turşusu, nəfəs deyil. Çalmalıdır. Qarışqa onu da dişləyir də və qarışqanın yuvasının üstündə niyə otura bilmirsən? Dişləyir. Dişləyəndə oraya qarışqa turşusu buraxır. Qarışqa turşusu da min bir dərdin dərmanıdır. Ona görə də, yəni, sözünə gətirdim ki, belə gözəl, aqil adamlarla dostluq eləndə, sənə sevgidən də deyəcək, dostluqdan da deyəcək, hüquq mühafizə orqanlarından da deyəcək, gələcəkdən də deyəcək, keçmişdən də deyəcək.